السلام عليكم ورحمة الله وبركاته. السلام عليكم. بسم الله الرحمن الرحيم. الحمد لله والصلاة والسلام على رسول الله. Hepinizi selamlıyorum herkese. Allah'ın selamıyla. Sonra bu meclisi teşkil eden her bir vaziyet olan herkese minnettarlarımızla teşekkür ediyorum. Allah razı olsun. Tabii ki Allah'ı hatırlamak, onu yad etmek güzel önemli. Çünkü Allah Teala istiyor ki biz onu hatırlayalım. Çünkü Allah hatırlamaya layık değil. Ve o hatırlamada insan rahatlık tanır. Allah Teala olur şeyler bizimkiler yeterli oluyor. Öyleyse kendileri Allah'ı hatırlamakla rahatlanmaz mı? Ve Peygamber sallallahu aleyhi ve sellem buyuruyor ki insanlara teşekkür ederse Allah'a şükürler. Ona teşekkür ederim. O da şeriatimizin emirlerdendir. Teşekkür ederim, minnettar olmak. Çünkü her bir şeyde asman kapı özü bir seyirdir. Ve her bir şerri asman kapı özü bir şerdir. Ve her kapının arkasında yani hayır kapısızsa hayırlar, şer kapısızsa şerler yatır. Ona göre böyle yerler, böyle mekanlar, böyle mekanlar mühimdir. İnsanlar işitirler Allah'ın kelamını, işitirler Peygamber sallallahu aleyhi ve sellem'in sözlerini. Ve tabii ki biz Allah Teala lütfuyla artık Ramazan ayının astanasındayız. Saatler kaldı Ramazan'a. İnşallah sabah Allah koysa Mağrib namazından sonra inşallah biz birinci teravih namazı kılacağız. Ve bu Ramazan ayının gidiş işaretidir. Tabii ki Mağrib namazı kılacağız, sonra işa, sonra teravih namazı. Ve rahmet ayı gelir. Yakındadır. Peygamber sallallahu aleyhi ve sellem Ramazan ayı genelde sahabeleri tebrik eder. Yani ki Eterhum Ramazan, size Ramazan geldi. Şehr-ı mübarek, bereketli bereketli ayı yani oradaki emeller başka aylardaki gibi değil. Oradaki ibadetler başka aylardaki gibi değil. Ve bir ay özünde cem edilip yine var ki ibadetin bütün növlerini Ramazan özünde cem edilip namazları nafileleriyle bir ay dolu gece namazı her gün kim teravih kılacaksa her gün gece namazına durmuş kimi sayacak. Ay özünde cem edilip orucu adam bir ay oruç tutacaksa dayanmadan ayda oruç ibadetini eda etmiş olacak. Başka aylarda değil, Ramazan ayında. Sonra Kur'an okumak, çünkü Ramazan Kur'an ayıdır. Allah Teala buyuruyor Kur'an içinde Şehr-ı Ramazan ayı Şehr-ı Ramazan ellezî Kur'an. Ramazan ayı hansı ki o ayda Kur'an nazil olur. Ve Peygamber sallallahu aleyhi ve sellem her yıl Cebrail aleyhisselama okuyardı Ramazan ayında Kur'an-ı Kerim'i bir defa baştan ayağa. Yani baştan ayağa derken yani baştan ilk nazil olmuş ayeden Cibril gelen Ramazan'da, hansı Ramazan gelir Peygamber sallallahu aleyhi ve sellem yanına o vakte kadar olan ayetler okuyar. Sonuncu Ramazan'da ise Peygamber sallallahu aleyhi ve sellem akılında tuttuğu Ramazan orucunda ise 2 defa okudu. Artık Kur'an tamamlanmıştır. Bu ay işaret bir Kur'an-ı Kerim okumaya, Kur'an ibadetini, hansı ki tilavetiyle ve Kur'an herifi 10 sababa beraber bir işaret. Her herifi 10 sabah. Eğer sen Kur'an-ı Kerim'i hükmedersen
Allah bir neçə min, bəlkə də milyona satır. Savab qazanırsan, bəlkə də milyonu keçir. Hər hərfi 10 savabdır. Allah bir səbəbini istəyir. Əgər gündə 10 səhifə oxusan, yəni vərək, birinci səhifə, Ramazan ayında inşallah bitirəcəksən Quran-ı. Onun nə birincisi ki, çoxdur, mən zəif oxuyuram. Böyle oxuyur. Məsələn, səhər sübhdən sonra biraz oxuyur. Sonra zöhrdən biraz oxuyur. Sonra əsrdən biraz oxuyur, görəsən inşallah oxuyursan və Allah da sənə üçün qaparsın. Çünki Allah sənə hərəkət görəndə əməllərdə bərəkət verir. Allah sənə hərəkət görməyəndə höşlə verir. Məhrumiyyət başlayır. Onlar ki, bilirlər ki, mən eləyə bilmirəm, sən hasan cəhd elədin? Hasan cəhd elədin, əzimkarlığı göstərdin. Hasan, yəni Allah sən sadiqliyi, sənin o əməli etmək istəyini gönlü və səni məhrum elədi. Belə bir şey yoxdur. Allah Teala qulunda görərsə o xeyri, Allah onu ona mənfəq edir. Çünki bu Allah Teala'nın lütfündəndir. Allah lütfükardır. Siz özünüzdə görürsünüz, hərdən insanlar görürsən, işi yaxşı bacarmır, amma canfəşanlıqla deyir onu. Sən ona qarşı lütfedirsən. Ona qarşı mehriban olursan, ona qarşı qəlbi açıq olursan, ya yumuşaq olursan, neyse. Ona görə yox ki, o işi yaxşı görür, ona görə ki, o istəyir ona yapmayı, amma bazarlığı olur. Allah Teala qullarına baxır. Görür ki, o zəif olsa da, kəkələsə də, çatdıra bilməsin, çatdırmaq istəyir. Allah Teala onu onlardan yazır, yəni çatdıra bilənlərdən yazır. Ona görə Şah Allah deyir ki, salihləri sevirəm, amma onlar kimi deyir. Yəni, onlar kimi olmağım da mənə onlardan edir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem döyüşlərin birində hədisi Müslim rəvayətini sahabələrlə deyir ki, sizlə eyni yolu gəlin, eyni dağı aşır, eyni dərələri keçən, eyni çayları keçən qardaşlarımız var mənimlə. Onlar hansı ki o döyüşlər iştirak eləməmişlər. Sahabələr deyir ki, ya Resulullah, biz o boyda yol gəldik, o boyda əziyyətlər çəkdik. Yəni, onlar necə bizlə şəriklər bu əziyyətlər, bu mükafatda? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, onların üzründən başqa heç həbs eləmədi. Yəni, onlar orada qalmaqları üzrlü çıxa bilmədilər, istəyirdilər. Fikir verirsən, istəmək, niyyət apardı, çatdırdı onu, o məqama. Hansı ki, onlar evdə oturmuşlar, yatırırlar. Lakin əzirdə iştirak elədilər onlarla bir yerdə. Allah Teala onlara onu verdi. Neyse istəmişdilər ona görə. İstəmək mühümdür. İstəmək mühümdür və istəmək bütün işlərin başlandıqıdır. İradə, istək. Kimlə istəyir onu eləyə bilir. Çətinliyilə də olsa asanlığına olur. Ki, istənir fikir verir. Ona görə, əgər istəyirsən, sən eləyəcəksən onu. Eləyə bilməsən, Allah istədiyinə görə, istəyində sadiq olduğuna görə Allah səni edə bilənlərin yanında yaşayacaq. Aydındır, ona görə bir insan məsələn qalxıb namaz qılmaq istəyir gecə, yatıb qalır, durmur, Allah onu yazır. Çünki durmaq istəyir ona görə. Durmaq istəyirsiniz. Sadəcə olaraq üzr oldu, yatdı. Ona görə insan istəmək mühümdür. Həmçinin Ramazan ayında insan gərək cömərd olsun, əl açıq. Bu ayı özündə cəm edib, həmçinin əl açıqlığı, xeyirxahlığı, iftar süfrələri verə bilirsənsə deyil. Və verənlərlə iştirak elə olanla bir yerdə kömək elə. Aydındır. Hətta bir xurma olsa da. Peyğəmbər sallallahu aleyhi ve sellem bunu şiddəqunna. Oddan qorunun, öyle bu şiddet alır. Hatta yarımcı formayla olsa da. Aydındır. Hatta yarımcı formayla olsa da. Ve Ayşe radıyallahu anh dedi ki Peygamber sallallahu aleyhi ve sellem Ramazan ayında daha cömertdi, daha el açıqıydı, nəinki başqa aylar.
Nəinki başqa aylar. Çünki bu ay bütün xeyirlərin qapısı açılır və bütün şərlərin qapısı bağlanır demək olar ki. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyirdi ki, Ramazan gələndə sahabələrinə deyərdi ki, ey xeyri istəyən, gəl. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem ki, Ramazan gəldiyi zaman nida edən belə nida edər. Yəni münadə belə olar, nida belə olar. Ey xeyri istəyən, gəl. Ey şərri istəyən, dur. Aydındır? Ey xeyri istəyən, gəl. Yəni burada xeyirlər başqa cürdür, başqa aylardan kimi deyil. Və Ramazan mövsümdür. Mövsümdür. Ticarətçilər mövsüm nədir sözünü bilir. Məsələn, var ayın adi günləri, məsələn, hamı 5 manat qazanır, ola bilər kimsə 6 manat, 4 manat, belə. Bir də olur mövsüm, gündə 100 manat. Bu da olur bir həftəlik. Ticarət olur, bir həftə. Gətirsən, satırsan malların hamısını. Sonra yenə düşür 5 manata. Ticarət mövsümləri var və ibadət mövsümləri var. Ramazan ibadət mövsümü. Kimin nəyi var gətirsin, təqdim etsin. Gətirsin, çıxarsın bazara, ticarətə. Allah təala buyurur ki, "Mən yuqridullah qardan həsənə." Kim Allah'a gözəl borc versə, yəni əməllərini Allah onun əvəzini verəcək artıq. Aydındır? Sanki Allah Teala xəzinələrin qapısını açır. Və deyir ki, ey istəyən gəl götür apar. Təsəvvür edir ki, elə bir şey, bir qızıl meydanı açırlar, deyirlər ki, açırlar, nə qədər istəyən gəl apar. Bəzilərimiz deyir ki, yox, bəsdir, kovuz götürürsən. Elə deyən yoxdur, hamı gedir. Aydındır, hamı deyib orada yatar. Amma xeyr əməllərdə deyir, çox eləmişəm, bəsdir. Ramazan xeyr ayıdır, nə bazar sayılır, nə qədər gücün çatır, qüvvətə çatır elə. Lakin özlük olmur, həmçin, yüklən özlük. Hər ibadətdən biraz. Həmçinin Ramazan ayında Qədir gecəsi var. Hansı ki, bu gecə 1000 aydan xeyirlidir. Necə Allah Teala'nın İslamında xəbər verir ki, Qədir gecəsi 1000 aydan xeyirlidir. 1000 aydan təqribən 84 il edilir. Və Allah deyir ki, daha xeyirlidir, yəni 84 ildən çoxdur. Allah bilir, bizlərdən burada kimsə 84 il yaşayacaq yoxsa yox, Allah bilir. Amma bir də Ramazan gecəsi, Qədir gecəsi, inşallah nəsib olsa, Allah Teala ona o əcri yazır. Ona görə bizim ümmətin yaşı azdır, amma əcri çoxdur. Məsələn, biz bir gün Nuh Aleyhisselam 950 il ancaq dəvət edir. Allah bilir, ömrünəsi olur. Bizim ümmətimiz yaşı isə 60-70 necə hədisdə gəlir və deyib ki, az insanlar aşacaq, yəni 60-70'i keçəcək. Amma deyib ki, ümmətimin ömrü məbeynə 80 və 70-60'ın arasındadır, qalil olmaya yetəcək. Az qismi o 60-70 keçəcək. Amma əzizdə biz hamı sözlük. Yəni bir müsəlman həddi bulğa çatandan sonra və İslamı anlayandan sonra oruç tutsa 10-15 dənə, hərəsində də bir dənə Qədir gecəsi götürsə 84 ildən çox ibadətə bərabərdir. Bu artıq ucu keçdi, günü keçdi. İndi öz ibadətləri də gündəlik alver-də hələ yerindədir. Gündəlik ticarəti də Allah'ın yerindədir. Təbii ki, uduzmaq yoxdur. Əcrlər mükafatda qat-qat verilir bu ayda. İstifadə etmək lazımdır. İstifadə etmək lazımdır. Həmçinin Qədir gecəsi, həmçinin Ramazan ayı bilirsiniz ki, ümrə eləmək hədislərdə varid olur. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim Ramazan ayında ümrə etsən, mənlə həcc eləmiş kimidir. Yəni, o həccə bərabərdir. Həmçinin bu da salih əməllərdən sayılır. Həmçinin Ramazan ayının sonunda, axırıncı 10 günü xüsusən, məscidlərdə etikaf edilir. Düzdür, bu barədə alimlər ixtilaf edirlər. Bəziləri deyir ki, 3 dənə məscid aiddir. Yəni Məkkə, Kəbə, Mədinə, Peyğəmbərin məscidi və Qüds. Buradan başqa yerlərdə eləmir. Amma inşallah eləmək olar başqa məscidlərdə. Etikaf yəni məscidə daxil olursan, ibadət edirsən. Oturursan, ibadət edirsən, yəni çəkilirsən biraz dünyadan uzaqlaşırsan, rahatlaşırsan. Təbii ki, vacib də deyil 10 gün girəsən, bir gün də etikaf edə bilərsən. Aydındır.
Aydındır, bir gündə, 2 gündə, sizin 10 gündə, aydındır. Bence çalış ki, məsələ əziyyət olur. Edərək ki, 2 məsələ əziyyət olur. Və bu fürsətlər hansı ki, Allah Teala bizə verir, gələk bundan biz istifadə edək. Bol və Ramazan tez gəldi. Geçen Ramazan elə ki, bu yaxınlarda olmuşdu. O bir il məsafədə belə tezlik hiss olunmuşsa, indi məhz Ramazan özü bir aydır. O necə olacaq? Tez keçəcək. Allah Teala buyuruyor ki, eyyâmen mə'dûdət. Sayılı günlər. Alimlər təfsirdə deyir ki, sayılı günlər yəni tez keçir ona görə. Allah ona görə sayılı günlər adlandırır onu. Yəni tez keçdiyinə görə. Ona görə deyirsən, qardaşım, mən 1-2 saat vaxtım qalıb. Sayılı günlərim qalıb, mən gələ bilməyəcəm. Niyə görə deyirsən? Çünki artıq yəni, vaxt cəhətdən dağılır. Allah da Ramazan ayından danışar deyir ki, aydındır, sayılan günlər, yəni azdır. Biz bir ay belə deyirik, amma bir ay elə gəlir kesin ki, xəbərimiz olmur. Bəzi qardaşlar da görsədir ki, ayda, mən heç Quranın yarısını satmadım. Mən heç plan edə bilmədim. Ramazan da çıxır. Hələ mən danışmıram o adamlardan ki, keçən Ramazandan qəzası qalıb, Ramazana da girməyə 3 gün qalıb, zəng deyib, qardaş, salam aleykum. Mən 10 gün qəzam var keçən Ramazanda, neyim? Yəni, mən sən 10 günü, 3 gün nətər sürüşdürüm, yəni. Necə deyim, yəni, sən nətər deyim, yəni. Yəni, necə oldu bu elə qalıb? Səhifdir bu. Təbii ki, alimlər deyir ki, o tutur, o Ramazanı tutur, sonra qəzası tutur tövbə ilə. Tövbə edir. Tövbə edir, bahərlə görə, bu qədər geçişdiyinə görə. Sonra, o bir Ramazandan sonra tutur. Hansı ki, üstünə gələn Ramazandan sonra başlayır qəzalar tutmağa. Aydındır. Bax, belə Ramazan ayının inşallah istimasındayıq. Mübarək aydır, gözəl günlərdir. İnşallah mübarək süfrələr olacaq, iftar süfrələri. İnşallah çalışın, iştirak edin. Təəvvəl bir və təqva, yaxşı əməllər üzərində birləşin, köməkləşin. Və lə təəvvəl aleyhisənə udvan, pis işlər üzərinizə birləşin. Allah Teala bizə bir əmr eləyir. Hələ bunlar inşallah bizim üçün kifayətdir. Allah Teala işlik faydalardan və əməl edənlərdən eləsin. Allah yardım eləsin. Və sallallahu aleyhi ve Muhammed.